Hər kəsi salamlayıram, əziz və dəyərli izləyicilərim. Bugün artıq 2026-nın son Novruz vloqu ilə qarşınızdayım. Və bugün mənim üçün sadəcə bir bayram vloqu deyil. Bugün evimiz qonaqlarla doldu. Onun üçün gələnlər oldu. Qəşəng qeyri-adi bir xonça gətirildi. Şirniyyatlar, yumurtalar, çoxlu oyuncaqlar, bundan əlavə qolbaq, saç aksesuarı və s. Mədinə nənəsi, Günel bibisi, Xəzər və Bəhruz əmisi, Sənubər bibi, yəni yoldaşımın bibisi bugün bizim evimizdə qonaq oldular və anam da yenə həmişəki kimi süfrəni doldurmuşdu. Süfrədə aş, qarası, əlavə olaraq toyuq, bundan başqa linçik, özü hazırladığı turşular və s. hər şey var idi. Bəzi anlar var ki, insan onları sadəcə yaşayır, amma sonra anlayır ki, ən qiymətli xatirələr elə bunlardır. Ümid edirəm siz də bu videonu izlədikcə həmin istiliyi buradan sizə ötürmüş olarıq. Və qeyd edim ki, İnci üçün hazırlanan bu xonçanı görəndə əslində biraz şok oldum. Yəni bu qədərini gözləmirdim həqiqətən. Tam da gəmiçi qızı stilində bir xonça hazırlanmışdı. Üstəlik şəkərburanın üstündə adı da yazılmışdı. Bu arada içindəki yumurtaların hər birini qaynanam özü soğanın qabıqlarını bir-bir hazırlayıb, daha öncədən onları ayırıb, aylar öncədən saxlayıb ki, yaxşı rəngi versin. Doğrudan da çox belə yarki rəngi var idi, yəni çox gözə batan rəngi var idi. Əlavə olaraq içində qatlaşdırılmış süd və qoz olan meyvə şirniyyatları da var idi. Mənim ən sevdiyim şirniyyatlardır. Mütləq bütün xeyir işlərdə mən onu yəni götürüb dadına baxıram da. Və Xəzər əmisi belə bir oyuncaq almışdı, diş qaşıyıcı oyuncaqdı xüsusi. Əlavə olaraq başındakı Nevdinkanı da gördünüzdə, onu da Mədinə nənəsi almışdı. Və onun qolbağı da var idi. Qolbağı açığı mənim qoluma daha yaxşı oldu. Ona görə özüm taxacam. Bir də sizdə uşaqlara əslində müəyyən yaş həddinə kimi olmaz. Səhv etmirəmsə 5 yaşına kimi qolbaq və s. olmaz. Çünki istər-istəməz qollarını, əllərini, ağızlarına aparırlar və yəni bunu mənə pediatr özü bildirib ki, hətta qətiyyən qolbaq taxmayın. Sırğaları da uzun sırğa olmaz ya da o vermaqlarda satılan qızıl sırğalar qətiyyən olmaz. Yenə əllərin qulaqlarını aparıb dartışdırırlar və müəyyən xoşagəlməz hadisələr baş verir. Elə İnciyə gətirilən bütün saç və qolbaqları özüm hələ ki istifadə edirəm. Böyüyəndən sonra inşallah o da istifadə edəcək. Çünki fikir vermişəm Nevdinkaların da hamısı başına uyğun gəlmir. Yəni çox ağır olur ya da taxanda incidir və s. Anam hətta belə qazmaq da hazırlayıb özü. Əlavə olaraq aşın qarasını da eləmişdi. Mal əti və şabalıd, ərik. Biz də elə qaynanamgili gözləyirdik. İndiyədək kimi hələ aş eləməmişdik. Normalda hər bayram bizim süfrədə aş olar. Amma onları gözlədik deyə eləmədik və bilirdik ki, gələcəklər. Ailə olmaq sadəcə eyni evdə yaşamaq deyil. Ailə olmaq bir-birini düşünməkdir. Hətta deyərdim ki, ən gözəl, ən yaxşı günlərdə elə bir-birinin qapısını döyüb, bax mən gəldim, mən səni düşündüm deməsidir. Və bu hiss heç nə ilə ölçülmür. Bəli, zaman keçir, illər ötür. Bu anlar keçib gedir, amma o hiss etdirdiyi xoş duyğular hər zaman qalır. İnci hələ ki çox balacadır. Bəlkə də bu hissləri, bu duyğuları, bunların heç birini xatırlamayacaq. Amma mən istəyirəm ki, İnci böyüyəndə bütün bunların hər birinə bir-bir baxsın və görsün ki, nə qədər ona dəyər verən insanlar var. O həmişə sevgi ilə əhatə olunub, sevgi ilə böyüyür. Bəzi anlar var ki, insan istəyir ki, sadəcə dayansın və o an heç vaxt bitməsin. Və bugün də elə günlərdən biridir. Evdə səs-küy, gülüşlər, şirniyyat qoxusu, Novruzun son günləri və ab-havası. Bunların hamısı bir araya gələndə çox başqa hisslər yaradır və insan anlayır ki, xoşbəxtlik bəzən çox sadə şeylərdə gizlənir. Bu oyuncağı da o qədər bəyənir ki, yəni öyrətmişəm artıq burada do, re, mi, fa olan notlara bir-bir basmağı da öyrətmişəm. Əlavə olaraq knopkaların hər birinə öyrətmişəm ki, bassın və müəyyən səslərin çıxdığını görsün, əylənsin və bir də görürəm ki, arada alır, o yana bu yana belə fırladır dairə formasında. Deyirəm yenə sağ olsun, qonaqlar falan gələndə bu hissədə 30 dururuq küncdən oyuncaqları ilə oynayır. Bir də görürsən ki, uzun müddət oynayır, yəni səs çıxmır. Elə özümüz narahat oluruq ki, ay Allah görəsən nə oldu? Baxırıq ki, elə sakit-sakit oynayır. Bir fikir vermişəm elə evə qonaqlar gələndə sakit otururdu. Amma ki, düzdür, biraz sonra biraz belə narahat olur, amma yenə də yəni genel olaraq sakit olur.
Yəni özümüz olanda daha çox naz eləyir bizə. Bu arada qızımın 3 dişi artıq tam şəkildə çıxıb, 2 ədəd altdan, 1 ədəd üstdən. İndi də o digər 1 ədədi, yəni üstdən çıxmalı olan 1 ədəd bizim başımıza həqiqi mənada oynaçır. Hətta qızdırması falan da oldu bir neçə gün. Düzdür, indi hər şey qaydasındadır, amma yenə də yəni elə qızdırmanı hiss eləyən kimi açıq həkimə apardıq. Hətta anama zəng elədim ki, bəs tez dərsdən gəl, aparaq İncini həkimə. Yaxşı ki də aparmışıq. Həkim dedi ki, yəni nə qədər bacarsız su verin, çay verin, süd verin. Yemək çalışın yesin, amma yeməsə də məcbur etməyin. Nurafen siropu və Panadolun şamını yazıb, bir də boğaz spreyi yazmışdı. Çox azca da olsa belə səpkilər var idi boğazında. Şükür indi hamısı keçib gedir. Amma yenə də bu diş çıxma məsələsində adam doğrudan da uşaq da narahat olur. Sizin yuxularınız da pozulur. Zəhmət olmasa əziz mamaşalar, aşağıda qeyd edərsiniz. Siz belə dövrlərdə uşağınıza nə kimi məhsullar istifadə eləmisiniz ya da həkimə müraciət edib necə geri dönüşlər almısınız, aşağıda yazarsınız. Və artıq sizlərlə yavaş-yavaş sağollaşmaq istəyirəm. Bura qədər izlədinizsə sizlərə çox-çox minnətdaram və qızıma da bir-iki sözüm var. Artıq Novruzun, yəni sənin üçün olan ilk Novruz bayramının son vloqundan səni çox istədiyimi demək istəyirəm. İstəyirəm ki, həyatım boyunca belə gözəl, xoş günlərin həmişə çox olsun. Həmişə ətrafında səni sevən, sənə dəyər verən insanlar olsun.